gördüyüm qədərilə bir çox maşınlarda bu səsi eşidirəm deyə bunu artıq düşünürəm ki, maşın sürən hər kəsin problemidir. Yəni %90%-imizin. Bu maşının apardım, Mercedes servisdə də yoxlatdırdıq. Nə bilim, o usta qalmadı. Bir dedi apornudur, bir dedi nakladkadır, bir dedi nə bilim nəyin yağıdır, onu yağlamaq lazım. Hər şey eləmişəm. Qardaş, bu Bakubasın cüldüsü olur, tormuz verib saxlayanda. Cüldür ha. Bu maşının cüldüsünü yığışdıra bilmirik. Bu nədir? Və demək olar ki, 80% maşınlarda da yanımda keçən, saxlayan, tormuz verən 80%-ində də bu səsi eşidirəm. Bu səsin çarəsi tapılmır. Bilmirəm niyə. Bu nədir, bu nədəndir, niyə bundan qurtula bilmirik? Bütün beynimə işləyir o cüldür.